İstədim sizinlə birlikdə həll eləyim. Saat 2-dir, hal-hazırda 14:00. Dəqiqə əqrəbi 1 saat müddətində 10 dəqiqə geri qalır. 6 saatdan sonra dəqiqə və saat əqrəbləri arasında bucağı tapın. Normalda, normal işləyən saatda, əgər saat 2-dirsə 6 saatdan sonra bu nə olur? Saat 8 olur. Yəni 2 üstə gəlsin 6, saat 8 olmalıdır. Saat burada olmalıdır. Ancaq bizim saatda problem var. Dəqiqə əqrəbi 1 saat müddətində 10 dəqiqə geri qalır. 6 saatda demək nə qədər geri qalacaq? Əgər 1 saata 10 dəqiqə geri qalırsa, 6-nı vururuq 10-a bərabərləyir 60 dəqiqə. 60 dəqiqə geri qalır. 60 dəqiqə özü nədir? Özü 1 saat deməkdir. Yəni ki, dəqiqə əqrəbi 6 saatdan sonra 1 saat geri qalır. Yəni toplam olaraq 1 saat. Bu 10 dəqiqələri hesablasaq, hər 6 saata 60 dəqiqə, yəni ki, 1 saat geri qalır. Deməli, saat 8 yox, 1 saat geri olduğuna görə 6 saatdan sonra saat 7 olacaq. 7-ni burada olacaq. Yəni saatın əqrəbi burada olacaq. Dəqiqə əqrəbi isə gördüyünüz kimi burada olacaq. Və deyir bucaqları tapın. Bu əqrəblər arasında bucaqları tapmaq çox asandır. Biz nə bilirik? Bilirik ki, bu açıq bucaqdır. Düz belə açıq bucaqdır. 180 dərəcə, 180 dərəcə və bunun hər biri 1, 2, 3, 4, 5, 6. 6 bərabər hissəyə bölünüb, 180-i böləndə 6-ya bərabərləyir 30 dərəcə. Yəni, bu hər bir saat arasında 30 dərəcə var. Və bizdə burada nə qədər eləyir? 30 dərəcə. Və burada nə qalır? Saat əqrəbi ilə, qırmızı ilə gəlin qeyd eləyək, saat əqrəbi ilə yaşıl dəqiqə əqrəbi arasında 180-dan 30-u çıxırıq. 180 çıxılsın 30 bərabərləyir 150 dərəcə. Və beləliklə tapdıq ki, bu əqrəblər arasında 150 dərəcə olacaq.